Avropa İttifaqının 27 ölkəsinin liderləri Rusiyadan gələn təhlükə fonunda blokun müdafiə qabiliyyətinin gücləndirilməsini sürətləndirməyə və 2030-cu ilə qədər hərbi hazırlığını artırmaq barədə razılığa gəliblər. Dəqiq ekspert yazır ki, reportun Avropa Bürosunun məlumatına görə bu barədə Avropa Təhlükəsizlik və Müdafiə Sammitinin bəyanatında bildirilib. Sənəddə deyilir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropa İttifaqı üçün mövcudluq çağırışıdır və bu, ondan müdafiə qabiliyyətlərini gücləndirməyi, strateji asılılıqları azaltmağı və kritik silah boşluqlarını aradan qaldırmağı tələb edir. Buna əsasən, üzv dövlətlərin hava məkanının pozulması ilə bağlı bir sıra hadisələrdən sonra Avropa İttifaqının xarici sərhədlərinin qorunmasına xüsusi diqqət yetirilməlidir. Avropa İttifaqı həmçinin hava hücumundan müdafiə və erkən xəbərdarlıq sistemlərinin, uzaq mənzilli zarbə silahlarının, pilotsuz uçuş aparatlarının və dron əleyhinə texnologiyaların inkişafını sürətləndirməyə və Avropa müdafiə sənayesinin istehsal gücünü genişləndirməyə çağırıb. Qeyd olunub ki, liderlər hərbi xərclərin daha da artırılmasını, birgə silah tədarükünün inkişafını və müdafiə sənayesinin gücləndirilməsinə və Avropa İttifaqının potensial böhranlara hazırlığının artırılmasına yönəlmiş SEIF və Avropa Müdafiə Sənayesi proqramının həyata keçirilməsini də dəstəkləyiblər.